Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Mən Müəllim Hazırlıq Mərkəzinin Azərbaycan dili ədəbiyyat müəllimi Eyvaz müəllim. Bugün sizlərə ədəbiyyatımızın belə deyək də ən zirvədə dayanan şəxslərindən biri Məhəmməd Füzulinin ümumiyyətlə yaradıcılığı ilə bağlı baxacağıq və yaradıcılığında yer alan çox möhtəşəm bir qəzəl məni candan usandırdı qəzəli. Mən hətta bununla bağlı təhlil demişəm ki, yəni bu qəzəl bir başqadır. Yəni Azərbaycan ədəbiyyatının qəzəlləri çoxdur o öz yerində. Deməli yoldaşlar, bu günlərim məni candan usandırdı qəzəli əsasında bir uyğunluq vermişəm. Yenə də çərçivədir, sxemdir. Ümumiyyətlə məndəki testlər demək olar ki, əksəriyyəti bunu tələb edir. Baxın, əsasında uyğunluğu müəyyən edin. Deyir ki, məzmun ilə bağlı yanlış, forma ilə bağlı doğru fikirdir. Baxaq görə bizdən nələr var. Sevgiliyə müraciət edilən beytdə lirik qəhrəman onun gül üzünə qarşı gözündən qanlı yaş axdığını deyir. Bu yanlış fikir deyil. Həbibim, orada da sevgilə bir müraciət var. Həbibim, fəsli güldür bu, axar sular. Bax, belə bir fikir var sevgilə müraciət edilən beytdə. Deməli, bu doğrudur, yanlış deyil. Lirik qəhrəman bildirir ki, məşuqə vəfasızdır, etiraf etdiyi eşqinə inanmaqda tərəddüd edir. Lirik qəhrəman orada desəm o bivəfa bilməm deyir. İnanarmı, inanmazmı? Lirik qəhrəman bildirmir ki, məşuqə vəfasızdır. Belə bir fikir harada dedi ki, yazır? Şair heç bir şeydən çəkinməyən eşq dərisidir, həmişə xalqın yanında rüsvaydır. Bəli, bu, belə deyək də, məzmunu ilə bağlı nədir? Doğru fikirdir. Füzuli rindi şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim bu nə sevdadır? Bu sevdadan usanmazmı? Baxın, elə burada bu məqamda sizlərə deyim, Füzulinin yaradıcılığında, baxın bu şeirdə 2 dəfə usanmazmı fikrini ifadə olunur. Və Dövlət İmtahan Mərkəzinin hətta belə deyək də nəşr elədiyi abituriyentlər üçün olan kitabında bax bu son beyt var, Füzuli rindi şeydadır. Oradakı usanmazmı, belə deyək də, düzgün şəkildə tərcümə olunmuyor. Bax, 2 beytdə deyil. Birinci beytdə deyil. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Məni candan usandırdı, cəfa verməkdən yar bezmədimi? Burada usanmaq bezmək mənasındadır. Və sonunda da deyir ki, Füzuli rindi şeydadır, həmişə xəlqə rüsvadır. Sorun ki, bu nə sevdadır? Bu sevdadan usanmazmı? Bu sevdadan bezməzmi? Yox. Bu nədir? Ağıl. Füzuli bundan ağıllanmazmı yəni? Da bəs deyil. Yığma da deyir yəni can. Da bəs. Deməli, ona görə heç bir şeydən çəkin.